Artıq 2 gündən çoxdur yağan aramsız yağışlar Azərbaycanın bütün ərazisində ciddi fəsadlara yol açıb, eləcə də dağlıq rayonlara güclü qar yağıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Laçında yüksək dağlıq ərazilərə yarım metrə qədər qar yağıb. Bildirilib ki, yağıntı xüsusilə rayonun Dəlidağ adlanan yüksəkliyində daha intensiv müşahidə olunub. Gecə saatlarından başlayan qar yağışı səhər saatlarına qədər davam edib. Hazırda ölkə ərazisində yağıntılar davam edir. Bəs yağıntılar nə vaxt kəsiləcək? Milli Hidrometeorologiya Xidmətindən Doğru Xəbər Azərbaycan kanalına bildirilən məlumata görə yağıntılar bugün, yəni martın 29-u gündüz saatlarına qədər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bir çox rayonlarda arabir davam edəcək. Gündüz saatlarından etibarən isə yağıntılar tədricən kəsiləcək. Gün ərzində, eləcə də sabah hava əsasən yağmursuz olacaq deyə məlumatda bildirilib.